Əslində ilk tarixçi kim olmuşdur? Adətən ilk tarixçi deyəndə yadımıza Herodot düşür. Belə ki, ondan sonra gələn müəlliflər, xüsusilə Roma filosofu Siseron ona tarixin atası deyir. Eradan əvvəl 5-ci əsrdə yaşamış olan filosof Herodot özünün tarix əsərini yazmışdı. Daha doğrusu Historis əsərini yazmışdı. Lakin doğrudanmı ilk tarixçi Herodotdur? Ümumiyyətlə Yunanlılarda tarix yazılmasına eradan əvvəl 6-cı əsrdə başlanılmışdı ki, bu da Herodotdan bir 100 ildə qabağa düşür. Və ilk dəfə olaraq tarixi əsərləri qələmə almaq istəyən şəxs isə Arqoslu Akusilay idi. O Yunan miflərini elmi şəkildə araşdırmağa çalışmış, onların əsasında Yunan qəhrəmanlarının və Yunan hökmdarlarının nəsil şəcərəsini bərpa etmək istəmişdi. Ondan sonra gələn Miletli Hekate isə 2 əsər yazmışdı: Genealogiya və Dünyanın təsviri. Və həmin əsərlərdə o başqa xalqların tarixini verməyə çalışmış və Yunanların tarixinə də bir nəzər salmışdı. Bunun əsərində həm də coğrafi məlumatlar vardı. Və Miletli Hekate özündən sonra Herodotun da yaradıcılığına böyük təsir etmişdi. Baxmayaraq ki, onların ölümündən sonra məhz tarixin atası Herodot adlanmışdı, lakin ilk Yunan tarixçisi məhz Arqoslu Akusilay idi. Və ən böyük loqoqraf isə məhz Miletli Hekate hesab olunur ki, ilk tarixçilərə də məhz loqoqraf deyilirdi.